hesablamalarımı bitirdikdən sonra sonda axı mən bunlara rəqəm təyin eləməliyəm. Təbii. Təyin elədiyim rəqəmləri də mən heç vaxt özümdən, öz keyfimdən eləmirəm. O zaman mən insanlara sual verirəm ki, bu həyatdan nə istəyirsiniz? Eyni sualı sizdən soruşan olsaydı, hansı cavab verərdiniz? Siz həyatdan nə istəyirsiniz? Çox şadam ki, siz bu sualı verdiniz. Bu sualı mənə biraz düzgün formada formalaşdırıb verməmişlər. Mən də tam fikrimi aça bilməmişdim. Ona görə çox şadam ki, siz mənə bu sualı verdiniz. Bilirsiniz, Salih bəy, mən həyatdan nə istədiyimi çox gözəl bilirəm. Bəzən insanlar elə bilir ki, onlar da bilirlər. Amma mən onlara məsəl sualı verəndə həyatda nə istəyirsən, o qədər fikirlə gedirlər ki, fikirlərini topalaya bilmirlər. No, məndə Allah'a şükür belə deyil. Prosta mənim bu suala cavab verəcəyim və yaxud da bu sualı məndən soruşa biləcək bu respublikada yalnız bizim cənab prezident və vitse-prezident ola bilər. Onlar mənə bu sualı versələr, bəli, mən onlara cavab verə bilərəm. Çünki mənim istəyim o qədər geniş miqyaslıdır ki, başqa bir kəs onu mənim üçün heç kim eləyə bilməz.